Dostsevi Gədəbəydə. Dostsevi salamlar. Bəli, bura Gədəbəydir. Burada 100 il təkcə rəqəm deyil, həm də insan ömrüdür. Biz isə bugün burada 100 ilini keçirən bir babanın həyat hekayəsini dinləməyə gəlmişik. Gəlin gedək. Hazırda bir əsrlik ömür yaşamış İsa babanın yanındayıq. Veriləcək maraqlı suallarımız, əminəm ki, alınacaq da çox maraqlı cavablarımız var. İndi isə başlayaq. Neçə yaşınızda ailə həyatı qurmusunuz? 1950-ci ildə bizim toyumuz olub. Partiya məktəbinə də gedəndə elə nazarını da apardım Bakıya. Bakıda yaşadıq. İsa baba, 100 ildir Gədəbəydə yaşayırsınız. Gənclik illərinizi necə xatırlayırsınız? Necə idi buralar? Bax, bizim bu Gədəbəy şəhərində bu yaşda adam yoxdur. Qadınlarda da yoxdur. Nazanı xalanız 96 yaşdadır. Şəhərimizdə bizim yaşda hələlik adam yoxdur. Cavandılar hamısı, gəncdilər. İsa babanın ömür gün yoldaşı Nazanı xanım da bugün bizlə bir yerdədir. İstəyərdim biraz suallarımı ona da yönləndirim. Nazan nənə, necəsiz? Yaxşıyam, çox sağ ol, xoş gəlibsiz. Nazan nənə, 70 ildir ki, bir ömür keçirmisiniz İsa baba ilə. İstəyərdim biraz bu barədə danışaq. Necə xatırlayırsınız o illəri? Biz çox mehriban olmuşuq, yaxşı olmuşuq, yaxşı dolanmışıq, bir-birimizi eşitmişik. O dediği söz atqaz olmaz, mən deyən də atqaz olmaz. Biz mehriban dolanmışıq. Bizim evdə söz söhbəti olmuyor. Babanı sevib evlənmisiniz? Bəli, sevmişik. Orasını deyirsən. Sevmişik. Hə, istəməsə evlənməzdi, istəməsə 70 il nə deməkdir? Yaşamazdı. Bilirsən, qabaqlar qanun belə idi. Ata, ana məsləhət bilir, bununla evlənmək və salam. Cavanlar heç nə deyə bilməz. İndiki gənclər gərək ağıllı olsunlar. Ata-analarının, özlərinin ata-analarının qədrini bilir. Qaynatanın, qaynananın da qədrini bilsinlər. Onda həyatları, bax, necə mənim yaşamışıq, elə də yaşayarlar. Bir də, nə bilim, deməyim. Deyin. Bu giyimlərinə fikir versinlər. Vallahi deyim o, televizorda yaxşı deyil. Televizorda açıq-saçıq ola bilməz. Biz Yevropeyski deyilik ki, biz Azərbaycanlıyıq. Düzdürmü? Vallahi Azərbaycanlıyıq biz. İndiki gənclərimizə, cavanlarımıza o məsləhəti verərəm ki, onlar sakit dolansınlar. İşlədikləri idarədə, təşkilatda etimadı doğrultusunlar. Bax, onda onlar gəlib 100-ə çatacaqlar. Bəlkə də əməri gedəcəklər. Nazan nənə, İsa baba bir gün ərzində nələrlə məşğul olur, hansı məşğuliyyətləri var? Yəni elə kitabdır onun, kitabla oxur. Oxumaqlandır. Cavan vaxtından oxumaqlandır. Ancaq oxuyur. Bax, o kitabı da görünə qədər o yazır. Siz nələr eləyirsiniz? Siz nələrlə məşğul olursunuz? Mən də evdə yeməyini hazırlayıram, paltarıdır, yeməyidir, hər şeyini mən eləyirəm. Yaxşı qulluq eləmişəm, yaxşı baxmışam, ona görə o 100 yaş yaşayıb. Yoxsa yaşamaz. İndi qızlara da təvaqqum odur ki, ailəsinin qədrini bilsin, yoldaşının qədrini bilsin. Baba, nənə deyir ki, ona çox yaxşı baxmışam deyə 100 yaşına qədər yaşayıb. Siz nə düşünürsünüz bununla bağlı? Onu çox düz deyir o. Həqiqətən yaxşı baxıb, aramızda yaxşı münasibət olub. Həyat yoldaşı olmağa hörmət, mən ona qarşılıqlıdır. Bizdə narazılıq olmuyor. Hal-hazırda sosial xidmətlər sizə dəstək olur, düzdür? Razısınızmı dəstəklərindən? Elə razıyıq, lap yaxşı razıyıq. Biz
Bizə xidmət eləyəni biz elə bilirik öz uşağımızdır. O da elə bilir öz valideynləririk. Çox mehriban. Elə işçiləri də, hamısı da, ondan sonra Ramidənin özü də çox bizə mehriban qayğıkeş göstərir. Necə bir atası, anası kimi bax belə. Bizə qulluq göstərən var, kömək eləyən var. Allah onu saxlasın. Hə, bizə lazımi köməyi göstərirlər.